Xatırlayırsınızsa biz mühasibin əsas işləri haqqında məlumat verərkən ilk dərsimizdə qeyd eləmişdik ki, bu əməliyyatlar sənəd əsasında tanıyır. Yəni istənilən bir əməliyyatın sənəd əsas olmalıdır. Daha sonra əməliyyat jurnalına qeyd eləyir. Sonra T hesabat, daha sonra sınaq balansını hazırlayır və maliyyə hesabatı. Və sınaq balansı ilə adətən ilkin sınaq balansı ilə maliyyə hesabatının arasında bir dənə düzəliş qeydləri də ola bilər. Biz bunu nümunəsi məsələ həllində də xatırlayırsınızsa görmüşdük və orada da ilkin sınaq balansı və son sınaq balansı adlı bir məsələmiz də olmuşdu. Bu düzəliş qeydləri bizə nə üçün lazımdır? Bu hesablama metodunun tətbiqi nəticəsində ilin sonunda, yəni dövrün sonunda əlavə düzəlişlərin verilməsinə bağlı olan bir məsələdir. Yəni düzəliş qeydləri, yəni digər əsas əməliyyatlar kimi ilk olaraq da harada qeyd olunur? Əməliyyat jurnalında qeyd olunur. Çünki biz vergi kod tərəfdən də bilirik ki, adi vergi məcəlləsinə əsasında bilirik ki, ümidsiz borcları siləndə də orada qeyd olunur ki, mühasibat kitablarında qeyd olunmalıdır. Şərtlərdən də biri odur. Mühasibat kitabları hansıdır? Elə əməliyyat jurnalının özüdür. Hesabın özüdür. Sınaq balansının özüdür. Bunlar öz mühasibat kitabları kateqoriyası, ilkin sənəddə kateqoriyası daxildir. Ona görə də yenə istənilən halda biz əməliyyat jurnalında sonda bir düzəliş qeyd edirik. Görək bu düzəliş qeyddə hansı istiqamətlər üzrə ola bilər? İlk olaraq debitor borclar üzrə ola bilər. Niyə? Çünki biz debitor borclar nə zaman yarar? Debitor borc anlayışı birbaşa hesablama metodu ilə əlaqəli bir anlayışdır. Niyə? Çünki kassa metodunda debitor borc anlayışı yoxdur. Nəqd pul gələn kimi gəlir kimi tanıyırsa. Hesablama metodunda isə gəlir kimi tanıyırsa istənilən əməliyyatı nəqd formasında da olsa, debitor borc formasında da olsa biz onu gəlir kimi tanıyırıq. Və debitor borc gəlir kimi tanıdığımıza görə də onun 20% mənfəət vergisini ödəyirik. Pul yox da, ancaq ödəniş edilir. Bu zaman ödəniş olanda nə baş verir? Müəssisənin pulu çıxır, ancaq onun faydası hələ ki daxil olmayır. Yəni nəqd daxil olmayır. Belə olanda müəssisə müəyyən dövrü vergi məcəlləsi əsasında 3 il keçdikdən sonra onu neyini debitor borcu silir. Debitor borcu silir, xərcə silir. Bu istiqamət. İkinci istiqamət ofis ləvazimatdan istifadəsi üzrə ola bilər. Məsəl üçün, xidmət sektorda məsəl üçün 1000 manatlıq kağız alınır. Onu neyini? İlin sonu baxır ki, məsəl üçün, oradan 700 manatlıq kağızı işlədir. 300 manat. Deməli, bu dövrə düşən nə qədər? 700 manat. 700 manat silir. 300 manat digər aktiv kimi saxlayacaq olur. Malda necə silir? Malda nə qədər ambarda var, nə qədər satdığımız qədər sildiyimiz kimi burada nə qədər istifadə edilir, o qədər siləcəyik. Həmçinin materialın istifadəsi də yəni burada daxildir. Amortisasiya hesabları üzrə. Amortisasiya hesabları üzrə yenə düzəliş qeydləri mühümdür. Çünki niyə? Xəstə növbəti dövrə keçirilə bilər, əmsal tətbiq ola bilər mikrosahibkarlıq subyektlərində. Bu zamanda necə baş verə bilər? Düzəliş qeydlərinə ehtiyac var. Gələcək dövrün xərcləri üzrə ola bilər. İndi ona da baxacaq gələcək dövrün xərclərinə. İlk öncə bunun zəruri eləyən səbəb hansı? Birincisi o ki, müqavilə ili ilə maliyyə ilinin təqibinin üstə düşməməsidir. Səbəb nə? Nə deməkdir bu? Bu deməkdir ki, bütün müqavilələr yanvar ayı bağlanmır. Elə müqavilələr var. Yanvar ayı bağlanır, elə var ilin axırı, elə var ilin sonu. Axı müəssisədə bunu hesablayanda, yəni bunu nəzərə almalıdır. Çünki hamısı, bütün müqaviləmiz yanvar ayı bağlansaydı, nə baş verərdi? Daha yəni sistemli olardı, heç əlavə düzəliş qeydlərinə daha az ehtiyac olardı. Hamısı müxtəlif dövrdə baş verir.
Məsələn, sığorta müqaviləsi adı bağlayırsansa, məsəl üçün deyirəm ki, avqust ayı. Deməli, bu avqustdan növbəti avqusta kimdir? Və oktyabra. Bu oktyabrın növbəti oktyabr. Və mart ayı. Bu ilin mart ayının növbəti mart ayına kimi. Gördünüz, üst-üstə düşmür. Bu da üst-üstə düşməyəndə məcbursan ki, həmin ilinizdə olan məsəl üçün, ödənilmiş vəsaitlərimi deyim, aktivlərimi deyim, 2 il arasında böləsin. Və xidmət üstə, məsəl üçün, xidmətin bir dəfəlik daxil ola bilər, ancaq ödəniş hissəsi ödənilə bilər. Məsəl üçün, sığorta haqqı illik ödənilir. Tibbi sığorta ödəmişsə işçi ilə bağlı, lap belə könüllü sığorta elətdirmişsə işçiləri. İllik ödəmişsin axı. Bu il, məsəl üçün, iyuldan növbəti il başlayır. 1 illik period, bu getsə, işçiyə müalicəsinə bağlı, könüllü sığortana bağlı getsə, klinik onu müalicə edəcək. Yəni, pulsuz qarşılayır. Ancaq, sən əvvəlcədən bir illik ödəyirsən, ancaq dövrün sonunda nə baş verir o? Ortasında isə o xidmət hissə verilir. O həkimə getdiyi üçün onun faydası verilir. Və yaxud işçilərin icbar sığortası. Bir dəfəli ödəyirsiniz, sabah üçün işçiyə xitam versəniz, nə baş verəcək? O pulu sizin artıq ödəmə kimi qaytaracaqlar ki, hesablasın. Yəni, illik ödə. Elə şəb illik ödənin fayda hissəsi olur. Sığorta buna aid. Yox, 5 il məsələsi deyil burada. Məsələ o ki, illikdir. O, sığorta deyil. İşçilərin, məsələn, bədbəxt hadisələr, sığorta, istehsalat və bədbəxt hadisələr sığortası var, sığorta olur. İlk anda, işçi götürülən anda ilk olaraq həmin o sığortanın əldə edilməsi lazım. Səbəb nədir? Onu eləməyən sabahsı günü gəlib tutsalar ki, məsəl üçün, yəni Əmək və Əhalinin Sosial Müdafiəsində gəlib tutsa ki, vergi orqanı gəlib tutsa, sən bu işini sığorta elətdirməmişsən, buna görə səni cərimə yazır. Bu ən mühüm sığortalardan biridir. Və deyərdim ki, müəssisə qeydiyyata keçəndən sonra, möhürdən sonra işçi götürümün ilk anda ediləcək şeydir. Sabahsı günü iş vaxtı işçinin başına bir iş gəlsə, müəssisə məsuliyyətdən azad olur. Deyir ki, bax, iş vaxtı baş verir, bu da sığortası. Bu məcburi, dövlətin məcburiyyətidir. Könüllü sığorta edirsə, təbii ki, məsələn, istəyənə bax. Həm könüllüdür, həm o birisi digərində fərq eləmir. Hər ikisində sığorta haqqı illik ödənilir, əvvəlcədən ödənilir və hissə hesab, yəni faydası olur. Və ev sığortası isə illik ödənilir. Və maşın sığortası illik ödənilir. O ödənilən haqq bir günün deyil və bir ayın deyil, bütün ilin də. Yox, məcbur sığorta mütləqdir. İşçilərlə bağlı. Könüllü sığorta müəssisəsinə ehtiyacım. İşçinin deyir ki, məsələn, istəyirəm işçim geçsin, tibbi sığortadan geçsin, rahat, məsələn, tibbi müayinələri eləsin. Debitor borcunun 3 oturuğu vəsilməsi. Biz bilirik ki, debitor borclarla bağlı olan hesablar aktiv hesablardır. Həm qısa müddətlidir, həm uzun müddətlidir. Təbii ki, burada uzun müddətli olanlar 171 ilə bağlı olanlardır. Yəni, qısa müddətlidir, 200 ilə başlayan hesablardır. Bu da, məsələn, icarə üzrə olsun, faizlər olsun, digər və şübhəli borclarda düzəlişlər olsun və ehtiyatlar olsun. Yəni, burada 2 hesab görürük. Ən mühüm hesab, bu əks aktiv hesab. Bizim birin keçmiş əvvəlki dərsimizdə yığılmış amortizasiya, yəni 112 nömrəli hesab edir. Və yaxud qeyri-maddi aktivlərdir, məsələn, 102 nömrəli hesab edir. Digərisi 218 nömrəli hesabdır. Bu da əks aktiv hesabdır. Görək, hər ikisini nəzərdən keçirik. Görək, birinci üsul nədir? Debitor borclar xərcə 2 cür silinir. Birinci üsul odur ki, debitor borcun birbaşa xərcə silinməz. 3 ildən sonra birbaşa xərcə silinir. Sənədləri qaydasında da müqavilələri olub, qaimələri olubdur, təhvil təslim aktı olubdur. Təşəkkür debitor borcu silir xərcə. Ancaq
Debitor borcu xərci silməsi nə olmalıdır? Biz onu yenə hesablama metodu üzrə olmalıdır və əvvəlcədən biz onu gəlir kimi tanımalıyıq və vergisini ödəməliyik. İkinci metod nədir? Debitor borcu ehtiyatla yaradılması vasitəsilə. Bu hansı metoddur, yoldaşlar? Xüsusən müəssisə ehtiyat yarada bilər debitor borclar öncədən ki, sabahsı günü, məsəl üçün, müəyyən vaxtdan sonra ödəməsə, mən ehtiyat yaradıram ki, mən bunu ehtiyatdan siləcəm. Bunu banklar deyirlər. Banklar məsələn, verilən kreditlər üzrə ehtiyatlar yaradırlar. Sabah ki, müştəri ödəməyəndə ehtiyatlardan götür xərcəsidir. Ehtiyatlar nə deməkdir? Yəni, 218 nömrəli hesabda bir, məsəl üçün, deyək 10.000 kredit verirəmsə, eləmi? 10.000 krediti məsəl üçün, 5%. Nə qədər eləyir? Eləyir 500 manat. Hər 10.000 kreditdə 500 manat ehtiyat saxlayır. Sabah ki, oradan olanda da birbaşa oradan silir xərci. İndi baxaq birinci metoda. Həmçinin sığorta təşkilatlarında da belə. Bəli. Alfa MMC mallarını beta MMC 1000 manatın xidməti müddətli hissəli ödənişlə satır və 800 manatı ödənilir. Biz bilirik ki, bunun müxabiləşməsi budur. Debitor borcumuz yaranır, bank hesabımıza pul daxil olur və 601 nömrəli hesabda xidmət satışı gəlir. Əksəriyyətdə gəlir anlayışına da hesablama metodu həm xidmət daxildir, həm debitor borc daxil, həm də pul vəsait daxildir. Sonra 200 manat 3 il ərzində ödəmir. Ödəməyəndə nə baş verir? Biz debitor borcu əks yazılış veririk. Əks yazılış və 731.6 nömrəli hesabımız var hesablar planında. Orada şübhəli və ümidsiz borcları xəstlərdir. Yəni, həm şübhəli və ümidsiz borcları ehtiyatlar var, o aktiv hesabdır. Bir də xəstlər hesabı var. Hesablar planına baxsınız, görərsiniz. Sillora gedir xərci. Və onun da xərci nədir? O xərci o deməkdir ki, artıq onu xərci şişirtmək nə deməkdir? Əvvəlcədən pulunu ödəyib, xərci sildiyinə görə artıq daha az mənfəət vergisi ödəyəcək. Niyə? Öncədən dövlət ödədiyin geri alır. Fərz eləyək ki, sonra geri qaytardı. Sonra adam deyir ki, mənim vəziyyətim düzəlib, imkanım yoxdur, geri qaytarıram. Onda necə olacaq? Onda isə birinci debitor borcu bərpa eləyirik. Sonra pul vəsaitinə çeviririk. Bəli. İlk öncə debitor borcu burada necə yazılış vermişdi? Şübhəli borclar xəstələr vermişdi və ümidsiz borclar xəstələr vermişdi. Bir də debitor borc vermişdi. İndi bunu əks müxabiləşmə verir. İlk öncə bərpa eləyirik debitor borcu. Çünki niyə? Biz bunu bərpa eləməsə, xərc hesabı yenə qalacaq orada. Bəli, xərci sıfırlamalıyıq. O asılı qala bilməz hesab. Yəni ilk öncə bunu bərpa eləyirik bu hesabımızı. Sonra isə debitor borcu təşkil edən əks yazılış vermə, onu çevrilib pul vəsait. Məsəl üçün, debitor borclarınızda ehtiyat metodu necə olur? İlk öncə bu cür bir metod baş eləsəydi, necə 218 nömrə 223-dən götürüb 218 nömrəli hesaba pul atacaq. 218 də aktiv hesabdır. 223-də. Bəli, onlar ikisindən olsa aktivlərin yer dəyişməzdir. Necə ki, biz pul vəsaitini təhdil hesaba verəndə bu aktiv hesab olduğuna görə, pul vəsait, bəli, mal alanda da, avadanlıq olanda da, nə yaxud da, bu yer dəyişmə olduğuna görə aktivlərin yer dəyişmə. Burada da evli aktivlərin yer dəyişməzdir. Sadəcə ehtiyat kimi saxlayıram, buna toxunmuram ki. Sabahsız gün belə bir hadisə baş verirsə, eləməyəcək. Xüsusən bu böyük şirkətlər üçün, banklar, sığorta təşkilatlar üçün, onlar daha çox bu ehtiyatdan yaradılması metodunu daha çox istifadə edirlər. Aydındır? Kiçik şirkətlər üçün ehtiyatdan yaradılması metodundan yox, nə zaman əməliyyat baş verirsə, həmin asılırlar gedir. Burada ilk öncə ehtiyat yaradır və sabahsız günü də bu əks aktiv hesabdan sıfırlayır.
Buradan götür. Puldan debitor borcundan silmir artıq. Yəni buradan götür silir 731.6-ya. Sonra debitor borcu əks yazılış verir. Onu da silir şübhəli borclar üzrə ehtiyatlara. İlk ancaq bunun hesablanması nə deməkdir? Bu demək şübhəli borclar üzrə ehtiyatlar hesablanır. Ehtiyatların hesablanması nə ilə baş verir? 731-dən 218-dən. Bu nəyə oxşuyur? Amortizasiyaya oxşuyur. Amortizasiya ilk ancaq nəyə deyirdi? Deyirdi amortizasiya xərci yığılmış amortizasiya. Burada da onun kimidir. Yəni ilk öncə deyirik ki, ümidsiz borclar üzrə xərclərin, ümidsiz borclar üzrə məsələn düzəlişli və ya ehtiyatlar. İkinci də amortizasiya necə eləyirdik? Amortizasiyada deyirdik ki, yığılmış amortizasiya əks yazılış verdik və avadanlığın dəyərini azaldırdıq. Burada da şübhəli ümidsiz borclara əks yazılış veririk, debitor borcların miqdarını azaldırıq. Bu da olur. Nə ilə bağlı? Debitor borcların düzəlişini. Bu düzəliş qeydlər adətən ilin axırı edilir. Çünki mən ilin axırı otururam, baxıram ki, mənfəət vericisi bəyannaməsi ilin axırı verir. İlin axırı baxıram ki, nə qədər artıq kağız almışsınız, nə qədər əski edibdir, nə qədər mənim il ərzı şübhəli borclarım. Çünki niyə? Şübhəli borclar ilin ortası yarana bilər. Əvvəldə və sonda. Sonda bir baxıram, dəyərləndirmə aparır. Adətən ilin axırı aparılır bir şeylər. Biz burada sağır qısa müddət aktivlərimiz də var. Təhdil hesab məbləğləri dərsimizdə keçmiş ehtiyac yoxdur. Burada qısa müddətli aktivlərdə yəni məlum məsələdir. Əvəzləşdirilən ƏDV-ni də biz yəni ƏDV-li əməliyyatların uçotunda yəni müxavirləşməsində keçmişik. Burada bir dənə qalır gələcək dövrünün xərcləri. Bu gələcək dövrünün xərcləri nədir? Yoldaşlar, bu gələcək dövrünün xərcləri hesabı. Adı xərc olduğuna baxmayaraq aktiv hesabdır. Nə deməkdir? Gələcək dövrünün xərcləri qısa müddətli, yəni aktiv. Nə demək? Yəni o deməkdir ki, mən gələcəkdə hansı xərcləri, eləmi? Hansı aktivləri xərcə silməyə planlayıram. Səbəb nədir? Səbəb o ki, mən sığorta haqqını öncədən ödəmişəmsə, o deməkdir ki, hələ mən faydasını görmədiyimə görə dolayı yolla mənim qısa müddətli aktivimdir. Gələcəkdə mən ona faydasını gördükcə dövrə uyğun xərcə siləcəm. Ona görə də buna deyilir gələcək dövrün xərcləri. Haqqı bir dəfəli ödənilir. Faydası sonradan hissə görüldüyünə görə, daha sonra görüldüyünə görə onun da faydasına uyğun hissə xərci silir. Məsəl üçün, bu nədə ola bilər? Malın haqqında ola bilər. Müəyyən mal ala bilərsən. Ön sifariş edə bilərsən ki, mən istəyirəm ki, filan malı mənim üçün hazırlayasın. Rəsiz? Bir konstruktor işi, böyük bir mal olur, konstruktor işinə bağlı olur, bir layihə iş olur, filan şey mənim üçün hazırlayır. Öndən avans ödəyir. Və fayda sonra gələcəkdə mən nə zaman verəcək, həmin an siləcəm. Xidmətlə bağlı ola bilər. Məsəl üçün, xidmətdə nə ola bilər? İcarə xidməti. İcarə haqqını bir illik ödəyərsən. İllik xərcə silə bilməzsən. Ay-bay silmək xüsusə istehsal üçün daha rahat ola bilər ki, məhsul müayyədəni çıxartmaq nöqteyi nəzərdən. İcarə haqqı. İllik ödəyərsən, məsələn, deyərsən, mən 5 il öncədən ödəyirəm. Növbət ildə 5.000 ödəmişsən, hər il 1000 ödəmişsən, 1000 düşürsə, növbətilə 1000 siləsən, ondan növbətilə 1000 siləsən. Ancaq ilk an ödəyəndə, sən onun faydasını görmədiyincə, uçot tərəfdən daha dəqiq olar ki, sən onu digər aktivlərdə saxlayasan. O da ki, məsəl üçün, amma biz onu sabahla parada hər ay aparırıq. Amma məsələn, deyək, bir il tamada, bir il icarədə qaldıq, gələn də deyək ki, bizə icarədə... Sığorta haqlar, dedim, illik ödənilir. Ancaq faydalı hissə hesablayır.
Abunə haqqı, telefon abunəsi haqqı ödəyərsiniz. İnternet haqqı 1 il ödəyərsiniz məsələn. 1 il ödəyərsiniz, hissə-hissə görə bilərsiniz. Faydasını hissə-hissə görürsünüz. Dövlətə vergi ödəyə bilərsiniz. Öncədən. Deməli, ödəyəndə sənə o gələcək dövrü, yəni onun ödəyən gələcək dövrün xəstəli hesab edir. Məsəl üçün, torpaq vergisini 5 ilin əvvəlcədən ödəyərsən ki, mən narahat eləməsin, yaddadır. Və əmlak onun ki. Həmin ildə hissə-hissə, il çatdıqda oradan hissə-hissə digər aktivlərin əks yazılış verməni xərc edilərsiniz. Həmçinin təmir xərcləri üçün də bu, məsəl üçün, önəmlidir bu metod. Niyə? Təmir və istehsalata hazırlıq. Niyə? Çünki təmir xərclərin növbəti ilə hesabat dövrünə keçirmək var. Təmir xərci illik çəkilir. Bir dəfə çəksin gedir. Ancaq onu hansı hesabat dövrünə yansıtması, yəni düşüb alanda bir dəfəli, yəni sən onu tutaq ki, təmir xərclərini eləmirsən 2026-nın iyul ayında. Az iş gedib bitibdir, məsəl üçün deyirəm da, fevral ayında. Çünki artıq fevral ayına keçəndə o hansı ayın həm 2027-yə düşən hissəsi var, həm də 2026-ya düşən hissəsi var. Bu zaman nə baş verəcək? Sən onu bölməlisən, müəyyən hissəsini ki, məsəl üçün, proporsional olaraq o müəyyən hissəsini, 2026-ya düşən hissəsini mən bu cür siləm, bu qədər siləm, 2027-də bu qədər siləm. Artıq onun təmir xərcləri bütöv xərc çəkildiyinə görə, bütöv formada xərc çəkmirsə, sadəcə hissə-hissə bölürsən. Təmir xərclərində olur. İstehsala hazırlıq nə deməkdir? Sən bir zavod qursansa, bir başqa xərc qoyursan, az o hissə-hissə silə bilərsən məsələn. Əsas bunlarda olur. Ancaq hər dəqiqə ilə bunu kiçik və orta sektorda istifadə eləmirlər bu hesabdan. Yəni bu hesabla, çünki bu gələcək dönüyə xərclə hesabı hər dəqiqədən istifadə edilir. Misal istifadə edilsə, faydası nədir? Bizə daha dəqiq bir sorta aparmağa imkan verir. Məsəl üçün, biz bilirik ki, bu xərci 2 dövrə bölüşdürə bilirik. Və yaxud daha dəqiq bu xərci, bu həm də bizə mayə dəyərini doğru hesablamaq kömək edə bilər. Məsəl üçün, nə? İstehsalat mayə dəyəri. Çünki mən dəqiq biləm ki, bu məhsulun mayə dəyərini doğru çıxartmaq üçün mən bilməliyəm ki, bu ilə düşən xərcim nə qədərdir, növbətilə düşən xərcim nə qədərdir. Bəli. Sığorta ödənişlərindən bağlı, məsələn, bir misalımıza baxaq. Tutaq ki, Paşa sığorta ödənilmiş işçilərin könüllü tibbi sığortası xərci 12.000 manat olubdur. Ödəmişim. Artıq illikdən söhbət gedir. Biz bunu illik ödəmişik, ancaq onun faydası daxil olmur. Bəli. Bunun faydası nə zaman daxil olacaqdır? Bunun faydası o zaman daxil olacaqdır. Biz onu tam yekunlaşdıran kimi. 12.000 ödəyəndə ilk öncə deyə bilərsin, mənim qısa müddətli kreditor borcları haradan gəldi? Oradan gəldi ki, yadda saxlayın. Sistem, verginin sistemi də belə işləyir. İlk öncə sənəd istənilən halda ƏDV-dəki kimi debitor kreditorlar üzərindən işləyir. Sən ilk anda sənlə müqavilə bağlanan kimi, sən qaimə göndərən kimi sistem avtomatik sənə qaimə sistemi. Sənə nə yaranır? Kreditor borc yaranır. Deyirsən, bu xidməti almışsan, ödə. Sən bunu həmin anda ödəsən, kreditor borcu yaradacaq. 2 ay sonra ödəsən, 5 gün sonra ödəsən. Sənət sənə öhdəlik yaradır ki, yəni bu sənət gəldi, sənin bu qədər verəcəyin yaranır. Ancaq sən tutaq ki, bunu eyni gündə baş verib, biz həmin gün qaimə gəlib və 12.000 ödəmişik. Fərz edir ki, yenə qapanıb. Yəni bizim hansı hesablarımız qaldı? 191-nə 223 nömrə hesabımız oldu. Yəni bizim ödədiyimiz pul hara getdi, otdu 191-də. Hansı? Gələcək dövrün xərcləri. Gələcək dövrün xərcləri 1 ilə əhatə edir. Müqavilə nə zaman bağlanır? Sentyabr ayın 1-i. Axı ilin sonu mənfəət vergisi bəyannaməsi 1 yanvar 31 dekabr arasında.
Sentyabr ayının 1-i bağlanıbsa, fərz eləyək ki, 2026-cı ilə düşən dövr nə qədərdir? 4 aydır. Sentyabr, oktyabr, noyabr, dekabr. 4 ay. 8 ayı 2027-yə düşür. Xidmətini də almamışım. Bu zaman nə baş verəcək? Gözün müqavilə eləyinə təqimli üstə düşməli. Müqavilə ili sentyabr ayından bilinərdir. Təqimli yanvar ayından üstə düşmür. Bu zaman nə baş verir? 4 proporsiyon olaraq bölsək, 12.000 deyil, hər ilə düşür 1000 manat, 4 aya düşür 4000, qalan 8 aya düşür 8000. Biz daha dəqiq uçot aparası olsa, biz bunun 4000'in siləcəyik avtomatik olaraq. Nə zamana? 4000 siləcəyik, mesela 2026'ya. Və yaxud burada qeyd elədiyimiz kimi 2023'ə. Qalan 8 ayın isə növbət biz saxlayıb 2024'də siləcəyik. Bu önemli bir yerdir. Niye? Çünkü biz önceden xərci şişirtsək, yəni mənfəəti azaltmış olacaq. Bəli, məsəl üçün, bəli elədir. Tutaq ki, adi bankda faiz borcu var ha. Bankdan kredi götürəndə, nə baş verir? Bank faizi birlik kredi götürmüşsə, sənə 12 aylıq faizin deyir bu qədər. Ancaq dəqiq uçot nöqteyi nəzərdənsə, sən faizləri dövrü aya silməzsən. Sən 5 ilin faizini öncədən silə bilməzsən. Regionda sənə deyəcək ki, sən bunu ödəməmişsin, nətəsiz? Nə olsun bank hesabı, məsəl. Yəni, dəqiq uçot nöqteyi nəzərdən bu daha uyğundur. Ancaq çətinliyində deyim ki, sən onu hər dəfə nəzarət eləməlisən, dövrün sonunda da əks yazılış verib, düzəliş qeyd eləməlisən. Bunu əmək haqqı üzrə də tətbiq edə bilərik. Məsələn, fərz eləyək ki, 2022-ci ildə 31 dekabr tarix 5 manat əmək haqqı ödənilməlidir. Lakin onun 3 manatını 31 dekabr tarix 2022-ci ilə qalan 2000 manatında 2023-cün 5 yanvarında ödəyir. Əmək müqaviləsi nəzərdə tutmuşuq ki, hər ayın 10'una kimi ödənilə bilər. İlin sonudur. Demişəm, işlə istirahətə keçsinlər. Məsəl üçün, keçsinlər, bayram tədbiri keçsin. Bu zaman nə baş verəcək? Bu zaman yarısı onun 3000'i düşür 2022-ci ilə. Məsələn, 2000'də düşür 2023-cü ilə. Mən bunu bölüb ödeyə bilərəm. Düzəliş qeydi kimi. Bu necə baş verəcək? Qeyd elədiyim kimi. İlk öncə mən cədvəl, hesablama ödəmə cədvəlimiz olur. Orada da əks elətdirir. Mən onun 3000 xərcini bu qədər hissəyə rəsmiləşdirərəm. 3000 xərcini. 3000 öhdəliyin ayrıca yaradaram. 3000 öhdəliyin. Və ödəyərəm 2022-ci ildə. Qalan 2000 də öhdəliyin yaradaram və onu da ayrıca ödəyərəm. İkincisi, burada 3000'i yarattım və ödədim. Necə? 2022-ci ilə. Burada da 2000'i də deyirəm ki, gələcəkdə ödəyəcəm məsələn. Bunu da öhdəliyin yarada bilər. Gələcəkdə ödəyəcəm. Məsələn, bunun ayrıca bir dənə cüt yarada bilərəm, burada eləyə bilərəm. Bu cür eləyərsən, bölərsən. 3000'in eləyərsən 2022-ci ilə, qalan 2000'in də eləyərsən 2023-cü ilə. Bəli, hesablama metodu üzrə 2022-ci xərcidir.
Həm də nəğd pulun dövriyyəsini nəzarət etmə nöqteyi nəzərdən, nə qədər pul qalır hesablama nöqteyi nəzərdən mühümdür. Bilmək ki, məsələn, 2023-də ödəyəsən, 2023-ün xərcinə silərsən, qalan 3000-də 2022. Yəni, düzəliş qeydləri bunun üçün lazım. Düzəliş qeydlərinin içində nə daxil oldu? Debitor borçlarla bağlı olan düzəliş qeydləri oldu. Gələcək dövrün xərclərlə bağlı olanlar oldu. Bir də bunlarla bağlı oldu. Sığorta haqqı ilə bağlı ola bilər, əmək haqqı ilə bağlı ola bilər və digərlərlə bağlı ola bilər. Həmçinin, məsələn, ofis ləvazimatının istifadəsi ilə bağlı.